Davam edirik dostlar. Murad anası mənə zəng eləyibdi ki, yalvarıram ki, oğlumu o qadının cəngindən qurtar. Hətta Doğuş bəyə də zəng eləyib ki, Nahidədən canımızı qurtarır. Neyləmişəm ki, mən onlara ki, onlar mənə... Sən elə dodağının altında mızıldayırsan ki, mən səni eşitmirəm. Yox, mikrofonum var, Hünnürdən danış. Mən də deyirəm ki, mən onlara neyləmişəm ki, onlar mənə qarşı belə üstümə gəlirlər. Neyləmişəm axı? Vallahi bilmirəm. Mənim problemi Türkiyədədirsə, burada deyil. Mənim problemim sadəcə Türkiyədədir. Mən bunu Türkiyədə eləmək istəyirəm. Həll eləməlisən. Bəli. Bunu da Türkiyədə açmalısan. Təbii ki. Gözlərin qarşısında qaynatanın, qaynananın, baldızımın qızının, uşaqlarının yanında bu zərfə açacağım və hər şeyi mən sübut edəcəm. Yəni, sadəcə olaraq ürəyimdə saxlamışam. Məncə, sən gedəndə Nərminəni də özündən apar. Bərabər gedin. Nərminəni niyə özümdən aparım ki? Apar da, yəni. İkiniz də bərabər qoşulun, bir-birə gedin. Məsləhət sizindir. Məsləhət mənim deyil, məsləhət sizindir. İki uşağı, biri danışa bilmir, lal, eşitmir, yerdə sürünən, yəni nə bilim, o qədər əsəbiyəm, məniz tamaşaçılar, o qədər əsəbiyəm ki, mən özünüz də mənim aqressiyamı hiss edirsiniz. Çünki mən qaynana ilə danışmışam. Qaynana mənə uşaqlarla bağlı deyəndə, inanın mənə ki, mən göz yaşlarımı saxlaya bilməmişim. Bir qadın nədir? Necə anasan sən? Sən necə anasan? İkisini tullayıb gəlib birini də qucağına almışsın. Eyni adamlardır, adları başqadır. Mən bugün də birinə sərt cavab verdim. Mənə zəng eləyibdir ki, o deməli, qadınları buraxmır. Başa düşürsünüz, mən uşaqlara görə onları qəbul eləyirəm. Mənim uşaqlar məni düşündürür, məni bu Nərmin düşündürür. İki xəstə uşağı sən necə ata bilərsən? Sənin vicdanın hardadır? Sənin heç vicdanın var. Atmamışam uşaqlarımı. Səni alanın da başına daş düşməsin, yazıqdır. Uşağını atan qadın ona necə yar ola bilər? Xanım ola bilər? Evinin sahibəsi ola bilər? Bu uşağını atıb və bundan sənə yar olmaz. Körpəsini atan, günahsız, məhsum, dilsiz, ağızsız balasını atan qadın səni gecə yuxudaykən boğacaq. Boğacaq səni. Qoymayacaq yaşayasın. İlk fürsətdə onu da artıq çıxın gelir. Siz eyni adamlarsınız. İnsan iki nəfəri görməz. Bir olmayanı görməz, bir də həmişə yanında olanı görməz. Həmişə ona yaxşılıq eləyən görməz. Nə danışıram, heç umurunda da deyil. Siz onun baxışlarına baxın. Bunu küçədən götürüb, aparıb, ailə eləyib. Heç umurunda belə deyil. Nöqtə qədər analıq hissi yoxdur onda. Hələ bu birisinə bax. Sən nə vaxtı qaynana, qaynata gəlini eləmsən, elə dünən də burada yalvarsan ki, məni bağışla. Gəlini eləmsən sən? Nə eləmsən ki? Ay bacı, gəlinlik yeməyi pişirməkdir, qaynanıya qulluqdur, çay qoymaqdır, onları da sən bacarmısan. Hansı formada gəlinlik eləmirsən? Sadəcə icazə vermir mənə eləməyə. Mən bir çay verirəm, o da mənim üstümə gəlir. Niyə? Bir çay verməyə görə səndən. Yox, çay verməyə görə yox. Çay qaytarırlar deyir üstümə. Orada da söhbətlər hamısı Türkiyədədir. Söhbət hamısı Türkiyədə. Bu nəsə ağır məsələdir. Yəqin çay da atqı ilə vermişsən. Təbii ki, əlbəttə. Ağır məsələdir, hə? Ağır məsələ deyil, yüngül məsələdir. Sadəcə Ola olaraq bilər ki, yoluna qaynanan, qoyarım. qaynatanın xasiyyəti başqa cür olsun. Yaxşı, biz yoldaşını niyə atmışdın? Qaynana ilə qaynatan Deyir ki, mən sənin dilini başa düşmürəm. Bizim Yox, dildə bir dilin də danışıram. olar, İki dilimiz var. Bir Türk, Maşallah, bir maşallah. Sən dil başa düşməyənsən.
Sən elə dildə danışırsan ki, heç mən türk dilini sənin qədər bilmirəm. De bu oğlanla bir Necə yəni, qaynanan sənə deyirdi ki, mən dilini başa düşmürəm. Hə, dili başa düşmürsən, sən məni yaxşı anlaya bilmirsən, mən səni anlaya bilmirəm. Sən bizim heç kimin sözünü sən anlaya bilmirsən, tək qaynanan yox. Azərbaycan dilində də sənə məsələ... Bax, televizorda da baxıram bu verişə. Aha. Bu veriş, çıxanda mən həmişə bu verişi izləmişəm. Həmişə də izləyirəm. Aha, bəli. Heç kimi təhqir eləməyə lazım deyil. Bax, belə Biz təhqir elədik. Xeyr, belə xanımlarımıza dəstək olmalıyıq. Kimə dəstək olun? Denən olum. Adı nə? Nahidə baş üstə. Nə düdün Yox, elə sizə demirəm. Ya sadəcə olaraq qınamayaq. Ay xanım, sən özünə bir ərişdə elə... Mən yazıq neyləmişəm ki? Ailə qurmuşam deyə, ailə qurmuşam deyə, ailəm dağılmalıdır. Yox, ailəni qorumaq. Mənim burada problemim yoxdur, mənim problemim Türkiyədədir. Mənim nə problemim var ki burada? Yox, yaxşı gəlinlik eləyərdin. Yaxşı gəlin olmuşam, pis gəlin olsaydım getməzdi. Və yazıqlar niyə dad eləyirlər? Oradadır söhbət. Burada söhbət yoxdur, söhbət oradadır. Hardadır? Türkiyədə. Bizim dillə onların dili eynidir. Sadəcə olaraq anlaşa Ay bilmirik. xanım, siz pis həyat yoldaşı olmuşsunuz. Qaynanan qoyar qırağı. Pis həyat yoldaşı. Qaynana qaçıb da kəndə, Sizə köyünə. illərlə kömək eləyən adamı atıb gəlmişsiniz. Orada görünür. İndi göy otaqda, bizim arxa otaqda bağlanaq ora biz. Bağlanaq ora sənin üçün gələn xanım var. İddiaları var. Tələbləri var sənə. O da yalvarır, deyir ki, qoymayın, Muradı bədbəxt eləyəcək. Muradın nəyini bədbəxt eləyəcəm ki? Mən nə bileyim. Tanımayan bir qadın Muradı necə bədbəxt eləyə bilərəm ki? Sən tanımırsan Muradı. Necə Muradı yəni? tanıyıram, qadını tanımıram. Qadını tanımırsan, indi qadının tanıyarsan da. Vur məni, bir soda. Hətta içəri gəlmək istəyirsə buyursun xanım içəri gəlsin. Soski soda verəcəksən ondan. Uşaqlar mənə Ay Allah. Abi bu İleride soskiyə vurma da sosunu alsın. Biz söz demeyelim. Buyurun. Nailə deyirəm. Nahidə, bu günləri sənə çox sürprizlər var. Hələ Muradın sürprizi daha dəhşətlidir. Səbirli ol. Olsun, görək. Mikrofonu yaxın tutun. Salam Ay xanım, xoş gördük. Məndən bir tələb etmişdiniz. Tələbiniz nədir? Zəhmət olmasa mikrofonu yaxın tutun. Nə olur? Lütfən. Aha. Nahidəni yoxlatdırın demişdiniz. Bəli. Analiz götürülsün deyirsiniz. O anadır. O ana olsaydı, o uşaqlarına baxardı. O anadır. Yəni siz, mən indi onun uşağı ilə onu üz-üzə gətirəcəm. Siz mənə deyirsiniz ki, yoxlatdırın. Bəli. Pis vərdişi var deyirdi. Bəli. Düzdür? Bəli. Mən də o görüşdən öncə bu testi götürmək istəyirəm. Apro Hospitalın mütəxəssisləri burada olmalıdırlar. Buradadılar. Gəlsinlər. İçəri daxil olsunlar. Razısan? Razıyam. İtkin düşən 23 yaşlı Ləman adlı bir qızımız var. Ekrana gəlsin şəkili. Bayramova Ləman Mərdan qızı 11 may 2025-ci ildə Orenburgda itkin düşüb. Rusiyada mən izləyən var, Orenburgdan izləyənlər var. Ləmanı tanıyıb bilənlər mənimlə əlaqə saxlasınlar. Ailə çox narahatdır. Hətta ana ilə bağlantı yaradaq. Ana ilə bağlantı yaradaq. Bayramova Ləman Mərdan qızı 11 may 2025-ci ildə Orenburgda itkin düşüb, 23 yaşı var, universitet tələbəsidir. Birdən-birə anasına bir səs atıbdır. Məni bağışlayın, mən artıq öz həyatımı qurmağa qərar verdim. Və beləliklə də Ləman ortadan yox olub. Ailə hal-hazırda Orenburgda pərişan vəziyyətdə
Ləmanı axtarır. Bəlkə Ləman məni izləyir. Çünki Ailə Səni Axtarıramın 15 ildir ki, izləyicisidir. Bəlkə məni izləyir. İzləyirsə, buradan səslənirəm. Əlaqə saxla. Qaynar xətləri görürsən. Murad gəldimi? Murad gəldisə, keçsin. Yox, qısa bir aradan sonra davam edəcəyik.